Ümumiyyətlə Gürcüstan bölgəmizdə elə bir ölkədir ki, bu ölkədə daim belə deyək ki, qarşıdurmalar, siyasi toqquşmalar, ictimai-siyasi proseslərdə müəyyən gərginlik hökm sürübdür. Bunun belə deyək ki, əsas bariz nümunələrindən biri son bir neçə ildə Gürcüstanda müəyyən hakimiyyət dəyişiklikləri baş veribdir. Biz bunu göstərə bilərik. Əlbəttə ki, proseslərin bu həddə gəlib çatmasında əsas səbəblərdən biri Qərbin Avropa İttifaqının Gürcüstan üzərində öz nüfuzunu qoruyub saxlamaq belə deyək cəhdləri dayanır. Gürcüstanda uzun illər qeyri-hökumət təşkilatlarına bildiyiniz kimi çox böyük maliyyələr edilibdir, yardımlar, vəsaitlər göndərilibdir və bu QT-lər vasitəsilə də zaman-zaman Qərb və yaxud da Avropa İttifaqının müəyyən ölkələri Gürcüstanda vəziyyəti gərginləşdirmək, QT-lər vasitəsilə Gürcüstanda ictimai sabitliyi pozmaq və hakimiyyəti zorla devirmək kimi cəhdlər ortaya qoyublar və son dövrlərdə biz bu proseslərin davamının şahidi oluruq. Avropa İttifaqına üzv olmaqla bağlı belə deyək ki, çağırışlar və bu çağırışları irəli sürən ümumiyyətlə Avropa meyilli, Avropa tərəfdarları cəmiyyətin müəyyən kəsimi çalışır ki, Gürcüstandakı hazırki hakimiyyətə bu istiqamətdə müəyyən təzyiqlər etsin. Amma artıq görünən odur ki, bu proseslər geridə qalmış belə deyək hesab oluna bilər. Çünki Gürcüstan cəmiyyəti, Gürcüstan xalqı da, Gürcü xalqı da çox yaxşı anlayır ki, Gürcüstanın gələcəyi daha çox heç bir xarici təsirdən asılı olmamalıdır. Gürcüstanın gələcək taleyini Gürcü xalqı özü müəyyən etməlidir və eyni zamanda da xaricdən olan təsirlər neytrallaşdırılmalıdır. Və nəhayət Gürcüstan hakimiyyəti milli maraqlara əsaslanan siyasət yürütməlidir. Və əgər qarşıdakı dövrlərdə də bu kimi gərginlik və yaxud da ki, etiraz aksiyaları davam edərsə, əvvəlki dövrlərdə, yəni əvvəlki aylarda olduğu kimi Gürcüstanın hazırki hakimiyyəti bu təxribatların qarşısını almağa qadirdir. Ümumiyyətlə, biz nəzərə alsaq ki, Saakashvili də vaxtilə Qərbin dəstəyi ilə, Avropanın dəstəyi ilə hakimiyyətə gəlmişdi və Gürcüstanda müəyyən siyasi iz buraxmış bir siyasətçi idi. Amma artıq belə deyə bilərik ki, Saakashvilinin də dönəmi və yaxud da dövrü geridə qalmış. Çünki artıq Gürcüstanda yeni siyasi qüvvələr, daha çox milli və dövlətçilik maraqlarına əsaslanan siyasi belə deyək ki, dairələr hakimiyyətə gəliblər və Saakashvilinin tərəfdarları da əvvəlki qədər güclü deyil. Mən hesab edirəm ki, Saakashvilinin əvvəlki elektoratı artıq çox aşağı səviyyəyə gəlib çatdı. Bu baxımdan Gürcüstan hakimiyyəti mən hesab etmirəm ki, Saakashvili və onun tərəfdarları və yaxud da elektoratından qorxur. İndi yeni reallıqlar, yeni dövr başlayıbdır Gürcüstanda və bu reallıqlar və yeni dövr Gürcüstanı gələcəkdə daha möhkəm, müstəqil bir ölkəyə çevirəcəkdir.